Anaya məktub. İlxan tənəffüsdə məktəbin həyətində uşaqlarla qaşı tutdu oynadı. Zəng vurulanda pörtmüş halda sinifə qayıtdı. Müəllim onun qızarmış sifətinə baxıb dedi: İlxan, tənəffüsdə bu qədər qaçma, tərləyib xəstələnərsən. Dərsin sonunda müəllim İlxana bir zərf uzadıb dedi: Bunu anana ver, qoy oxuyub cavab versin. İlxan düşündü ki, müəllim məktubda ondan şikayətlənib, kaş ki məni danlayaydı, cəza verəydi. Anam bu məktubu oxusa hirslənəcək. O, xəstədir, ona əsəbləşmək olmaz. Bu həftə sonu müəllim şagirdləri Şamaxı rəsədxanasına aparmalı idi. Neçə gün idi ki, sinifdə hamı ekskursiya haqqında danışırdı. İlxan da bu gəzintiyə getmək istəyirdi. Amma ailəsinin maddi durumuna görə anasına bu haqda heç nə demək istəmirdi. Bir tərəfdən də bu məktub. Ertəsi gün müəllim İlxanı yanına çağırdı. İlxan, məktubu anana çatdırdın? Bəli, müəllim. Bunu deyəndə İlxan başını aşağı saldı. Öz-özünə düşündü. Görəsən müəllim niyə məktubu soruşur? Nəyin cavabını gözləyir ki?